Yəni bu Ayegerfosa izahına baxaq. Deyir x, y, z müsbət tam ədəd olacaq şəkildə x, y üstə gəlsin z 64 həllərinin sayını tapacağıq və y cüt olmalıdır. Y cütdür. Bu ikisinin cəmi də onda məsələn 2 versək, bu da cüt eləyəcək 4-də. Nəysə, y-in əvvəlcə 2 qiymətindən y-in 62 qiymətinə qədər qiymətlər ala bilər. Səbəbi nədir? Çünki əgər y 64 olsa, bunların cəmi 0 edər. Bizdə amma müsbət tam ədəd deyirdi. Ancaq 62 olsa, məsələn, bunların hərəsi 1-1 ala bilər. Bizdə fərqli olacaq şəkildə deyə bir söz verilməmişdir. Əvvəlcə y 2 olsa, x üstə gələk z cəmi 62 edər. Və bu cəmin də ala biləcəyi qiymətlərin sayı neçədir? 61-dir. Çünki 62 və 0-ı çıxırıq. Yəni, ona görə 61-dir. Və bundan sonra da deməli 2-dən də 1 çıxırıq. Sonra məsələn 59 tək ədədlər eləyir. 57 və ta ki 1-ə kimi. İndi buradakı ədədlərin biz sayını tapmalıyıq. Bilirik ki, tək ədədlərin cəmi düsturu n kvadratıdır. N nəyi bildirir? Sayı bildirir. 1-dən 61-ə qədər neçə ədəd vardır? 31 ədəd vardır. Yəni, belə eləyə bilərsiniz ki, 61-dən bir vahid sorunəndə 62-nin yarısı qədər ədəd vardır. 31. İndi 31-dir. Bunun da kvadratını tapsaq, edir 961. Deməli, bizim burada 961 ədəd cütümüz olacaqdır. O da D variantı edir.